Bir gün həyat yoldaşın əsir düşür və əvəzində düşmən saydığın bir nəfəri evinə gətirirlər ki, saxla, ərinlə dəyişərsən. Mənə onlarsa çətin olduğu kimi yəqin onlara da çətindir. Bəs bunlar? Bunlar asandır. Bunların ataları əzab çəkmir. Necə dözür? Bu filmin rejissoru Eldar Quliyevdir. Filmdə kənddə yaşayan bir ailənin başına gələnlər göstərilir. Onlar atasız qalırlar. Çünki ata ermənilər tərəfindən əsir götürülür. Sonra isə başqa bir erməni əvəzində evə gətirilir. Ancaq hekayə açıldıqca məlum olur ki, bu öz iş gücündə olan sadə bir adamdır. Bundan sonra obraz, yəni Sonat tərəddüd yaşamağa başlayır. O bu girovu öldürməlidir, ya sağ buraxmalıdır. Bir tərəfdən öz ərinə görə intiqam almaq istəyir. Digər tərəfdə isə görür ki, bu kəndinin də ailəsi var. Yolunu gözləyənlər var. Girov da əlindən gəldiyi qədər bu ailəyə kömək etməyə çalışır. Onlara ev işlərində dəstək olur. Filmin sonuna qədər Sonanın nə qərar verəcəyi gözlənilir. Girov adlanan filmdə baş rolları Gülər Nəbizadə və Qurban İsmayılov oynayır. Bəs siz Sonanın yerində olsaydınız nə edərdiniz?